Hamınıza salam dostlar. Bugün Vinicius Junior'ın bütün komanda yoldaşları sakatlanıb. Ona görə də bu gördüyünüz dostlar bu komandaya gəliblər, amma Vinicius bunlardan məmnun deyil. Buna görə biz bugün Vinicius'a kömək edəcəyik və Vinicius'un kadrosunu gəlişdirəcəyik. Biz bu kadronu gəlişdirmək üçün şaxdan istifadə edəcəyik. Keçək videoya. Dostlar, indi mən bir maç girəcəm. Əgər maçı qazansam, çarx fırladacam, neçə dənə oyuncu ala biləcəm. Sonra oyuncu alacam. Keçək maça, haydi. İndi isə ilk maçımıza girdik. Adamda Pirlo var, oha. Haydi, keçək maça. Döndü, keçdi Vinicius. Vinicius. Ay ay ay. Oyda adamın ucumu. Ay. Ne oluyor lan? Oo, direk. Heç nə yoxdur. Vini döndü, Vini. Vini keçdi, iki nəfərin arasından Vini. Vini döndü, Vini qapıya zərbə endirir. Və dostlar, ilk hissə bitdi. İkinci hissəyə keçək. İkinci hissə də başladı. Haydi. Başlayıram, çünki odaqlanmaq istəyirəm ona. Müldürü keçdi. Vinicius. İlk golumuzu atdıq və əlbəttə ki, kim atdı? Komandanın kapitanı Vinicius Junior. Vini keçdi, uzaqlardan vuraq, bəlkə oha. Qayda pozulub. Vinicius'la uşaqlar cərimə gəlir. Cəriməni vurdum, nə girər qapıya? Oy! Ne oluyor lan? Ne? 90 astı topu Vinicius. 90 astı topu Vinicius. Haydi. Rəqibin ucumudur. Yox. Qarşılayaq, bir dənə qarşılayaq, qəşəng. Taz atışımız var bizim bir dənə və bitdi uşaqlar. İlk maçı 2-0 qalib gəldik və keçək çarxa görək neçə dənə oyuncu alacağıq. Və dostlar, gəldik çarxa görək burada neçə dənə oyuncu alacağıq, yəni neçə dənə oyuncu artıracağıq komandamızda. Getdik. Bir dənə 3-dən zaddan, 4-dən zaddan gəlsə çox sevinərəm. 1 yox, 2 yox, 3 olsun. Haydi 3. Uy, 3 dənə artırma, qəşəng. Allah, keçək oyunculara. Dostlar, oyuncular da bunlardır. Burada Gonzalo var, Fofana var, Maradona var, Rice var, Marcinho var, Garcia var. Haydi çevirək. Bir dənə 121 Maradona gəlsə, of, çox sevinərdim həqiqətən. Kim gəldi? Gonzalo, yox, Gonzalo. Raul Silva qəşəng. Gonzalo biraz şey olardı. Hə, Rui Silva bu qapıcıdır. Və ilk oyuncumuz da qapıcı oldu. Dostlar, Rui Silva'nı da komandamıza qoyduğumuzda komandamızın son halı belədir. Qəşəngdir məncə. Dostlar, burada bunu demək istədim ki, rəqib bizdən çox güclüdür. Böyük ehtimal uzacağıq. Udursaq da yenə də çarxı çevir. Başladıq dostlar. Aldıq amma topu bir daha. Vini. Oy. Haydi. Vini'nin pası. Korneri də vurdu. Ooo, çox qəşəng vurdu. Bir daha korner. Bu səfər vuramayacaq böyük ehtimal. Amma top bizdə qaldı. Pas gəldi. Oy, içəriyə. Harris vur. Harris. Oy, Harris. Oy. Qəşəng gol. Həqiqətən izləyək qolu. Necə orada şeylədi, iki nəfərin arasından keçdi, orada öz oyuncularına seçdilər. Çox qəşəng oldu bu. Oha, yenə aldıq topu. Vini saxla meydançada. Haydi Vini, qaç Vini, yardır Vini. Vini, oy. Kornerdi. Vurdum pas, verdim pası. Vuraq. Vurdu, amma Garcia bu səfər tutdu. Aldıq topu. Verdim pası. Oy. 3 dəfə FC Mobile'da onu elədim bu arada. Yəni heç onu eləməmişdim. Və ilk hissə bitdi. İkinci hissədə görüşək.
Foden. İkinci hissə başladı. Offside. Ektik edir. Ektik atar bu golü. Hayda. Kaç Vini. Yardır Vini. Atar mıyıq? Attık golü işte bu. Əla. Super mükemmel. Hesab 2-1 oldu. Golü izləyək. Qəşəng. 2-1. Bu səfər böyük ehtimal yedi bu golü. Yox, qəşəng, super. Və maç bitdi. Oyun 2-1 qalib gəldi. Yenə çarxa getdi. Dostlar, yenə gəldik çarxa. Görsən neçə oyuncu komandamıza qatacağıq. Bastım. Haydi. Mənim ağlıma bir şey gəldi dostlar. İndi 4 oyuncu. Yox, 1 oyuncu. Mənim ağlıma bir şey gəldi dostlar. Haydi. Hayda, 1 oyuncu. Mənim ağlıma bir şey gəldi. Biz bayaq birdən oyuncu aldıq. Raul Silva'nı aldıq. 2-dən almalıydı da, 2-dən çıxdı. Ona görə gəlin biz indi 2-dən oyuncu alaq. Başa düşdünüz. Lara çevirdim. Güclü oyuncu. Gonzalo'ya gəlmə. Hayda. Bir Gonzalo, diğer oyuncumuz ise haydi. Ron Garcia, Maradona, Rice ver 120 Rice. Yok Marcelo yok. Rice qəşəng. Əla. Süper. Dostlar, indi komandaya Gonzalo və Rice'ı qatacağıq. Keçək burada santrafora Gonzalo gəlir və orta sahaya isə 120 bura 120 Rice gəlir. Keçək digər maça. Dostlar, rəqib yenə güclüdür. Görən alacaq. Asistencia de Xavi, més cap a la dreta per a Messi, immens Messi, encara Messi, gol. Həqiqətən çox qəribə qoldur. Həyatımda yediyim ən yaxşı qollardan ikinci yerə düşə bilər bu. Bütün komandanın çalınmadı adam. Olsun. Verdim Vini. Ara pası. Vini kaç. Vinicius. Şey oldu. Burada aslında ara pasına basmıştım. Ama pas qəribə oldu. Bir şeyler oldu qəribə. Ama yenə də biz golumuzu atmağı bacardıq. Kotali verdi. Vinicius vurdu ama Johan Garcia. İlk savaşa çatır. İkinci hissə keçək. Başladı ikinci hissə. Ay. Qarşılayanmadı. Dilim dolaşır. Yeməyək. Qəşəng. Yemədi yenə. Alo. Amma korneri qarşılaya bilsə yaxşı olardı. Qarşıladı korneri. Gerrard topu yenə adamda qaldı. Sondan aldıq topu. Bitirək. Və ikinci hissə də bitdi. Yenə də çarx atma şansınız var. Çünki adam çox güclüydü həqiqətən. Keçək çarxımızı açaq. Dostlar, yenə çarxa gəldik. Neçə dənə artırma. Bir dənə 4 gəlsə çox sevinərəm. Nə olar 4. 3. 4. Oha 4. Oy. 4 dənə artırma gəldi uşaqlar. Keçək 4 dənə oyuncu alaq. Dostlar, oyunculardan ilk çevirməmizdən kim gələcək? Bu arada çıxanları silməmişəm, üzülü sayın. Gyökeres. Yoxsa Delaney gəldi uşaqlar. İkinci çevirmə haqqımızda nə gələcək? Bir dənə yaxşı oyuncu. Zaremeli, Gerrard Martin, Skindler. Qəşəng. Dostlar, qaldı 2 dənə çevirmə haqqımızı. Çevirdim birində. Gələn futbolçu.
Maradona gələ bilərdi. Rast gəldi dostlar, yenidən çevirəcəm. Rast bizdə var. Haydi. Gonzalo yox. Rui Silva yox. Garcia. Juan Garcia. Of, yenə bu oyuncular bizdə olduğuna görə. Yenə eyni oyuncu gəldi. Yenə çevirirəm, amma bu səfər eyni oyuncu gəlməsin, xahiş edirəm. Haydi. Fofana gələ bilər. Dostlar, artıq bir zarafatdır. Gəl bunları silə, yoxsa bizi çox əzab çəkəcək. Dostlar, bəzi oyuncuları çıxartdım. İndi təzdən çevirdik. Haydi, qəşəng bir şey. 2 dənə çevirmə haqqımız qalıb. Bu birincisi, biri de Gerard Martin, yoxsa Juan Garcia? Juan Garcia! Oy! Qapımızı daha da möhkəmləndirdik. Qəşəng. Dostlar, bir çevirmə haqqımız da var. Bu da son çevirmə haqqımızdır. Maçdan sonraki. Və Zayremeli Gerard Martin, yoxsa Maradona. Maradona. Oy! Maradona gəldi uşaqlar. Allah. Süper. Və uşaqlar, birinci 121 Maradonanı takımımıza qatırıq. Sonra dostlar, Delaney'i komandamıza bura qoysam yaxşı olar məncə, yoxsa hara qoya bilərəm. Okey, orta sahaya da Delaney'i qoyuruq və 2 oyuncumuz daha var. Biri də Skindilərdir. Onu da Maradona'nın əvəzinə qoya bilmirəm, amma onu başqa bir mövqeyə qoyacam. Bura qoyacam. Sonra dostlar, qalıb bizim güclü bir oyuncumuz, yəni qapıcımız Juan Garcia'nı da komandamıza qoyduq və artıq 4 dənə oyuncu qaldı. Vinicius'un dostları artıq gücləniblər, yeni dostlar gəlib. Artıq 4 dənə oyuncu qaldı zəif. İndi gəlin keçək. Dostlar, adam çox güclüdür. Yəni udmağımız imkansızdır. Və dostlar, maç başladı. Haydi. Maça Maradona baxdı içəri, ortasını açdı. Gonzalo! Oy! Gonzalo'dan inanılmaz gol. Allah, bir gol gəldi Gonzalo'dan. Və ilk yarı bitdi. İkinci hissəyə keçərik. İkinci hissə başladı. Haydi. Elədi. Vini zərbə endirəmədi. Gercan top və maç bitdi dostlar. Maç bitdi. Rəqibi 1-0 utduq. Əla bir maç idi. Keçək çarxa. Evrə görək neçə dənə artırma gələcək. 3. Haydi bir dənə 4. Diyan 4'də diyan. Əla uşaqlar, 4 dənə artırma gəldi. Super. İndi dostlar, gəldik oyunculara. Çevirək çarxımızı. Gələn oyuncumuz kimdir? Charlotte yoxsa Fofana? Müdafiəyə ehtiyacımız var. Haydi bir Fofana. Bir dəqiqə. Fofana gəldi. Fofana, üzülürsən. Keçək. Bir digərini çevirək. Digərindən gələn şey Marcinho olsa qəşəng olardı. Vals da bekdi. Vals gəldi dostlar. Bir dənə də çevirəcəm. 4 dənə çevirmə şansımız var. Çevirdim. Haydi. Ekitike gələ bilərmi? Pavlovic gəlsə qəşəng olar. Digər müdafiəyə qoyarıq. Və Pavlovic gəldi dostlar. İndi birini də çevirək. Yazıram özüm üçün yaddan çıxmasın. Okey. Martin, Maradona kartı var bizdə. Yenidən çeviririk dostlar. Maradona kartı var. Bir dənə qəşəng kart istəyirəm. Bir dənə gözəl bir kart ver bizə. Martinə razıyıq. Gerard Martin gəldi dostlar. Keçək komandamıza. Dostlar, gəldik. Burada
alacağımız oyuncular Valsdır. Onu bekə qoyuruq. Çox yaxşı oldu bu. Sonra dostlar Fofanadır müdafiəyə. İnanılmaz əla. Sonra isə dostlar digər oyuncumuz Martindir. Gerard Martin bekdə gəldi. İnanılmaz. Bax özüm deməmişəm həqiqətən. Pavloviçi də eyb yox müdafiəyə qoyaq. Və dostlar 115 gen olduq. Bu gün sizlərlə birlikdə Vinicius'un bütün komanda yoldaşları sakatlanmışdı. Bu gün ona Vinicius'a kömək elədik və komandasını düzəltdik, yaxşı oyuncular göndərdik. Videoyu bəyəndinizsə kanala abunə olmayı unutmayın. Çox əməyim var videoda, yəni çox yoruldum da. Sağ olun, salamat qalın.